Açığı, səndən başqasını necə sevmək olar bilmirəm. Bəlkə də təcrübəm yoxdur, bəlkə də tək sevdiyim sən olmusan deyə belə düşünürəm. Amma bir onu bilirəm ki, səndən başqasını sevmək, səndən başqasının yolunu gözləmək, darıxmaq mənlik iş deyil. Mən bu işləri ürəyimə həvalə edə bilmərəm. Ümumiyyətlə könül işlərinin başını buraxalı çox oldu. Ona görə yox ki, sən getdin, hər şey bitdi. Daha yaşamaq olmayacaq. Məsələ bu deyil. Onsuz da sən getdiyin o yoldan nə qədər dönməyən var. Bilirsən, əgər sənin həyatında mənsiz nələrsə olursa, deməli mənə sənsiz də olar. Amma bizsiz olan hər şey, nə bilim, qəbullanmaq çətindir biraz. İndi mən düzələcəm də, mən yaxşı olacam, bilirəm. Vaxt gələcək, ta bu qədər düşünüb, bu qədər darıxıb sevməyəcəm. Amma bu da o demək deyil ki, əbədiyyən belə olacaq. Allah qorusun. Gecənin birində ansızın bir mahnı səni yadıma salıb, anam ağladacaq mənim. Nə edərəm? Bilmirəm. İndi bizim halımız elədir ki, heç özümüz də bilməyik nə oldu, necə oldu, niyə oldu. Biz niyə sevdik, niyə ayrıldıq? Yaxşı, ayrıldıq. Gəlimli gedimli dünyadır. Sonra niyə barışmadıq? Nə oldu axı? Necə deyirdi Özdəmir Asaf? Ölüm gibi bir şey oldu. Amma kimsə ölmədi. Nə şeirlər deyildi, nə şeirlər yazıldı. Getdin, səndən də geriyə belə yazılar qaldı. Amma get. Yollar haramın olsun. İndi isə hər şey dəyişib. Mən də, sən də, hisslərimizdə. Hərdən içimdə elə qəribə bir his, qəribə bir darıxmaq, bir təlatüm olur ki, elə bilirəm bu dəqiqə Monqollar 4-cü yürüyüş edəcək. Tam məndən əsər əlamət qalmayıb. O adam deyiləm mən. O yerə göyə sığmayan, o dəli dolu adamsan dediyin məndən geriyə çox da bir şey qalmayıb. İndi dəli dolu tərəfimin ancaq dolu hissəsi qalıb. Toxunsan, içimi tökəcəm. İndi bütün bunların, olanların fonundan geriyə ancaq xəyallar qalır. Həmişə arzu edirdim, düşünürdüm ki, görəsən bir gün xəyallarım reallaşacaq, gerçəkləşəcəyimi. İndi ancaq bunu düşünürəm. Görəsən bir gün reallıqlar xəyala dönəcəyimi. Səninlə bağlı real hisslərim xəyala dönəcəyimi. İndi sənin üçün darıxmaq mənim üçün bir gerçəkdir. Qalıb bunu xəyala çevirmək. Onsuz da hardasa darıxdığımız biriləri mütləq ki var. Sadəcə edə biləcəyimiz bir şey yoxdur. Mənim o darıxdığım biri də sənsən. Heç bir şey edə bilmədiyim, əlimdən nəsə gəlməyəndə. Necəsən, gəlməyənim?